Bu 8 Martda ananıza verə biləcəyiniz ən gözəl hədiyyə onun bir anlıq belə olsa rahat nəfəs almasıdır. Analarımızın illərlə bizə baxan o yorğun gözlərində bəzən gizli bir ağrı olar. Bitmək bilməyən baş ağrıları, anidən qalxan təzyiq və ya dizlərindəki o sızıltı. Biz böyüdükcə sanki onların yorğunluğu da bizim boyumuzla birgə böyüyür. İstəyirəm sizi Tiyens İşukanova tanış edim. Bu cihaz ananızın hər zaman yanında daşıya biləcəyi kiçik şəfaçısıdır. İstifadəsi o qədər sadədir ki, sadəcə bir toxunuşla o inadkar baş ağrılarını sakitləşdirir. Yüksək təzyiqi dərmansız balanslaşdırmağa kömək edir və günün bütün yorğunluğunu bədəndən qovub çıxarır. Günlər solar, amma ananıza bəxş etdiyiniz bu qayğı heç vaxt unudulmaz. Bu 8 Martda onun ağrılarını azaldın, ona yenidən gənclik enerjisi verin. Tiyens İşukan, çünki ananız hər şeyin ən yaxşısına layiqdir. Bayramınız mübarək.